köşə hazırlaşanlar arasında Qubadlıdan olan şair Rafiq Yusufoğlu da var. Mən nə vaxtsa bir şeir yazmışdım ki, doğrudan da mən bir çayam, kəndimdən başlanır ömrüm. Dünyanın o başından, hansı başına gedirəmsə, əvvəl-axır mən öz torpağıma qayıdıram. Əvvəl-axır mənim üçün yer kürəsinin mərkəzi həmən doğulduğum yer. Şair Rafiq Yusufoğlu kəndi Çardaqlını, uşaqlığı, gəncliyi keçən Qubadlını bizimlə birgə xatırlayır. Onun yaradıcılığına toxunan bu xatirələr yurdundan ayrı düşən şairin iç səsidir. Qubadlı həsrəti mənim bütün yazılarımda var bu. Bir vaxt yazmışdım, yadıma dağların düzlərin düşür, kül altda uyuyan közlərin düşür, yoluma dikilən gözlərin düşür. Qubadlım, biz sənsiz sönmüş ocağıq, nə üzlə qoynuna qayıdacaq? Çox şükür, üz tutub onun görüşünə gedə bildik. Deyirlər, arzun qismətində varsa mütləq olacaq. Rafiq Yusufoğlu da öz arzusuna çatıb. Qubadlısını görmək, o torpağa yenidən ayaq basmaq ona nəsib olub. 27 il gələ-gələ çəkdiyim ağrıları geriyə qaydanda mən ağrıları həm unutdum, həm qürur hissi keçirdim. Qubadlının işğaldan azad olunmasının bir illiyinin tamamında Ali Baş Komandanımız Qubadlı ziyalılarını, Qubadlının bir qrup üzdə olan adamlarını dəvət elədi və bizimlə Qubadlıda görüş keçirdi. Qürur hissi duyurdu. Onun yaradıcılığının böyük bir hissəsində xalqın vətənpərvərlik səsi var. Məsələn, Həsrət köçü, Zəfər dastanı kimi kitablarında yurt həsrəti və qayıdış motivləri öz əksini tapıb. Yazıcının qələmə aldığı ilk romanı Xiffətdə Qarabağ hadisələrini sanki göz önündə canlandırır. Həmçinin şair düşünür ki, vətənpərvərlik ruhu kiçik yaşlarından uşaqlara aşılanmalıdır. Bir faktı deyirəm, aprel döyüşlərindən sonra şəhid olan bir zabitimiz Nəcməddin Savalanov adlı bir zabitimiz dəfn olunurdu. Onun balaca bir uşağını əmsi qucağında tutmuşdu. Mikrofonu vermişlər ona, o mənim bir şeirimi dedi. Gözlərimdən yaş elə gedirdi. Bu üç rəngli bayrağım gözümün işığıdır. Azadlıq yağışından doğan göy qurşağıdır. Üstündəki ay ulduz gəlir mənim xoşuma, ay üzüyə bənzir ulduz onun qaşına. Şair deyir, yenidən qurulan Qarabağı, Qubadlımı gördükcə könlüm bir ayrı xoş olur. Qalibiyyətimizlə bərabər sürətli gedən bu quruculuq da dünyadakı imzamızdır. Damarında təmiz Azərbaycan qanı axan balalarımız vətən uğrunda şanlı bir müharibəyə girdilər və bizə o qələbə sevincini yaşatdılar. Əlbəttə, böyük quruculuq işləri gedir Qarabağda, o cümlədən də Qubadlıda. Qarabağa qayıdış inşallah böyük uğurla başa çatacaq. Xoşbəxt, firavan günlərimiz, Qubadlılı günlərimiz, Qarabağlı günlərimiz yenidən özümüzə qayıdacaq.